Eyni bir şifrə ilə 145-dən çox rəqəmsal xidmətdən faydalanmaq olar? Əlbəttə, Digital Login ilə mümkündür. Belə ki, Digital Login vahid giriş sistemində cəmi bir dəfə qeydiyyatdan keçərək siz 100-dən çox dövlət və özəl xidmətdən faydalana bilərsiniz. Bu videoda sizə Digital Login'də video qeydiyyat prosesini göstərəcəyik. Proses çox sadədir. Gəlin birlikdə baxaq. İlk öncə brauzerdə digital.login.gov.az yazaraq sayta daxil olun. Açılan siyahıdan identifikasiya nömrəsi ilə seçiminə klikləyin və qeydiyyatdan keçə toxunun. Daha sonra şərtlər və qaydalar ilə tanış olaraq qəbul edin və şəxsiyyətinizi təsdiq edən sənədin növünü seçib, seriya nömrəsi və fin kodu daxil edərək davam et düyməsinə klikləyin. Açılan yeni pəncərədə mobil nömrənizi yazın. Telefonunuza göndərilən təsdiqləmə kodunu daxil edərək yeni şifrə təyin edin. Qeyd etdiyiniz şifrəni unutmayın və heç kimlə paylaşmayın. Video qeydiyyata keçməzdən öncə ekrana gələn təlimatlarla ətraflı şəkildə tanış olun və davam etə klikləyin. Qeydiyyat prosesinə davam etmək üçün kameradan istifadəyə icazə verin. Video qeydiyyat 5 saniyə ərzində aparılır. Üzünüzü dairənin içərisində saxlayın və çərçivənin kənarında yaşıl rəng yandıqda video qeydiyyata başla düyməsinə toxunun. Təbriklər! Video qeydiyyat prosesi uğurla başa çatdı. Son olaraq, şəxsiyyət vəsiqəsinin şəklini çəkmək üçün təlimatla tanış olun. Davam et düyməsinə klikləyib, vəsiqənizi çərçivələnmiş hissəyə yaxınlaşdıraraq şəkli çək düyməsinə toxunun. Təbriklər! Şəxsiyyət vəsiqəsi oxunma prosesi uğurla başa çatdı. Son səhifədə daxil etdiyiniz məlumatlarla tanış ola bilərsiniz. Qeyd edək ki, müraciətiniz operatorlarımız tərəfindən yoxlanılıb təsdiq edildikdən sonra hesabınız aktivləşəcək və daxil etdiyiniz mobil nömrənizə bu barədə məlumat göndəriləcək. Digital Login – vahid giriş sistemi.